Bismillah. Bismillahirrahmanirrahim. Muhammed Ali Muhammed'e salavat hediye edeyik. Allahümme salli ala أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ألف لام ميم ذلك الكتاب لا ريب فيه هدى للمتقين الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون والذين يؤمنون بما أنزل إليك وما أنزل من قبلك وبالآخرة هم يوقنون أولئك على هدى من ربهم وأولئك هم المفلحون صدق الله العلي العظيم اللهم صل على محمد وآل محمد وعجل فرجه. Bugün artıq Məhərrəm ayının 3-cü günüdür. İnşallah bu gündə istifadə etmək üçün, gözəl söhbətlərdən istifadə etmək üçün dəyərli ruhanimiz Hacı Elbrus Kərimovu dəvət edəyək inşallah. Ağanın da salamatçılığına Muhammed Ali Muhammed'e salavat edəyək. Allahümme salli ala Muhammed ve Ali Muhammed. İmam Hüseyin Aleyhisselam'ın pak ve müqəddəs ruhuna salavat deyək. Allahümme salli ala Muhammed. İmam Zaman Aleyhisselam'ın zuhunun təcinə, qəlbinin bizdən razı və xoşnud olmasına salavat deyək. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Ebel Qasimi Mustafa Muhammed. Ve alihi teyyibine tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. A'udu billahi samil alim mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdeten min lisani yefqahu qavli. Esselamu aleyke ya Eba Abdullah. İlk olaraq söhbətə başlamadan öncə əziz şeyhimizdən üzr istəyirəm. Onun da icazəsi ilə məclisimiz başlasın. Bir səhvim, xətam olarsa əfvinizə sığınıram. Məhərrəm ayının artıq 3-cü məclisidir bugün. Allah həmd və şükürlər olsun. Allah izin verir. İmam Hüseynə əzadarlıq edirik. İmam Hüseyni yad edirik. Elə mövzumuza davam edirik. Allah kərimdir. Görək bu mövzu nə qədər davam edəcək. Əslində mövzumuz bir daha xatırladım. Xəmsə əşər duasından
tövbə edənlərin münacatı haqqında idi və o duanı elə davam edirik. Duanın davamı belədir ki, İmam Səccad belə dua edir ki, فَإِنْ تَرَدْتَنِي مِنْ بَابِكَ فَبِمَنْ أَلُوذُ Buyurur ki, ilahi, əgər məni öz qapından uzaqlaşdırsan, mən kimə üz tutaram? Sən də məni öz qapından uzaqlaşdırdığın halda mən kimə üz tutacam? Və deyir, وَإِنْ رَدَّتَّنِي عَنْ جَنَابِكَ فَبِمَنْ أَعُوذُ Buyurur ki, ilahi, əgər öz dərgahından qovsan, mən kimə sığınaram, kimə pənah apararam? Fəva əsvahu min xəcləti vəftidal. Bəli. Buyurur ki, fəva əsvahu min xəcləti vəftidahi. Buyurur ki, təəssüflər olsun xəcalət və rüsvayçılığından. İmam Səccad bizə öyrədir. Öyrədir ki, Allahla belə danış, təəssüf et. Öz rüsvayçılığından, öz xəcalətindən, etdiyin günahlardan, etdiyin səhvlərdən xəcalət çəkərək Allahla danış. Allahla bu cür danış. Bu söz təəssüflər olsun xəcalət və rüsvayçılığından bir çox şeyləri öyrədir bizə. Bu duada imam bizə öyrədir ki, əslində Allahla danışanda xəcalətli halda olmalısan. Allahla danışanda özünü nöqsanlı bilməlisən, naqis bilməlisən. Allahla danışanda neysə gizlətməyə çalışma. Təəssüf ki, biz bəzən dua edirik, dua edəndə unuduruq ki, Allah bizim qəlbimizdən agahdır, hər şey bilir. Səhvlərimizi etiraf etmək istəmirik. Görək ki, bizim səhvimiz yoxdur. Halbuki, bir ömür həyatımızı araşdırsaq, nə qədər səhvlərimizin, xətalarımızın olduğunu görərik. Biz gizlədirik, utanırıq sanki Allahın qarşısında xətalarımızdan danışmağa. Narahat olur. Amma imam deyir ki, elə bir halda oldu ki, xəcalət çək. Allah qarşısında günahlarını, xətalarını etiraf etməyə başla. İndi hər kəs üçün fərqli bir xəta var da. Arifin də özünün bir xətası var, ariflərin də xətası var. Amma onların xətası ilə bizim xətamız fərqlidir. Onlar xəta dedikdə başqa bir şey nəzərdə tuturlar. Məsələn, mənim kimi bir insan Allah qarşısında deyəndə ki, xəcalət çəkirəm, xətalıyam, günahımı nəzərdə tutub deyə bilərəm. Amma arif xətalıyam, xəcalət çəkirəm dedikdə özündə hərəkət görməyəndə deyir. İndi bu uzun söhbətdir, ariflərin bu halı. İşim yox, istəmirəm bura daxil olun. Məsələ burasındadır ki, insan öz günahlarını, səhvlərini etiraf etməyə bacarmalıdır. Baxın, bir dənə bir söz deyim. Heç kəs xətasız deyil. Hamımızın səhvi var, səhvimiz olub. Günah etmişik, günahlarımız olub. Və yaxud məsələn, ola bilər ki, günah edirik. Amma bu günahlar insanı naümid etməməlidir. Allah deyir, günah edəndə naümid olma. Dünəndə hədis oxuduq, Peyğəmbərdən dedik, nə qədər hədislər dedik. İnsan Allahın rəhmətindən naümid olmamalıdır. Ən böyük günahlardan biri insanın Allaha olan naümidliyidir, ümidsizliyidir. Bu olmamalıdır. Dualarda gəlir, deyir ki, belə bir dua var, deyir, ilahi, mən bu günahı edirəm sənin hüzurunda. Amma bu günahı sənin hüzurunda etməkdən məqsəd sənə cəsarət etmək deyil, cəsarətdən deyil. Mən o demək deyil, mən cəsarət edirəm, sənin qarşısında günah edirəm. Yox, bəs nədəndir? Nəfsimə qalib gələ bilmirəm. Bunu cəsarət kimi bilmə, mən nəfsimə qalib gələ bilmirəm, ilahi.
Yəni öyrədir ki, heç olmasa günah edəndə insan başa düşməlidir ki, mən günahı Allah cəsarətdən eləmirəm, özünü elə öyrəşdirməlidir ki, bu günahı edəndə nəfs söhbəti ortada olmalı, yəni nəfsimlə bazarlıram, bu qədər. Mən də bunu danışıram, bəlkə də bəziləri düşünə bilər ki, kimsə günaha sövq etdirirəm, amma belə deyil də, inşallah yavaş-yavaş danışında biləcəksiniz. Günah əlbəttə ki, etmək olmaz. Allah qarşısında günah etmək olmaz. Allah qarşısında Allahın əmrləri və qadağaları var, haramlar var, çəkinmək lazımdır, əmrlərinə itaat etmək lazımdır. Bu heç öz yerində, heç kəs şəriətin qayda qanunlarını inkar eləmir. Amma mən başqa bir şey çatdırmaq istəyirəm ki, elə insan var ki, nəfsinlə bazarlı, o neynəsin, necə çıxış, necə bu çirkabdan çıxsın, nə iş görsün. Gəlin sizə bir hadisəni danışım, o hadisədən çıxarış eləyək. İnsan hansı halda olmalıdır? İnsan günahı tərk edə bilmirsə, həmin o dediyimiz xəcalət hissi nə ilə yanaşıb olmalıdır? Bəlkə bu hadisəni hamınız eşitmişsiniz, amma təkrar olaraq yenə bunu qeyd edirəm. Çox maraqlı bir hadisədir. Füzeyl İbni İyyas, eşitmişsiniz? Füzeyl İbni İyyas haqqında. Böyük şəxsiyyətlərdəndir. Deyirlər ki, İmam Kazımın tələbələrindən də olub, ondan faydalanıb, istifadə edib İmam Kazımdan da. Füzeyl İbni İyyasın əvvəlki vaxtları, biz kim olub tarixdə Füzeyl İbni İyyas? Quldur olub, qarətçi olub. Onun bir dəstəsi var idi. O dəstə ilə çıxırdı səhraya, karvan gələndə dəstəsini göndərdi karvanın üstünə ki, onları qarət etsinlər. Onlardan nə yığdılar, gətirsinlər buna, bu da bölüşdürsün. Özünün xüsusi bir dəstəsi var idi. Təsəvvür edin, elə bir insan idi ki, Füzeyl İbni İyyas, bəzi insanlar onu görəndə, ümumiyyətlə insanlar onu görəndə yolunu dəyişirdilər, qaçırdılar, qorxurdular ondan. Quldurluq edirdi. İnsanları incidirdi. Belə bir insan olub Füzeyl İbni İyyas. Amma onda bir dənə xüsusi bir şey var, bir başa düşmək, anlamaq bir xüsusiyyəti var idi. O səbəb oldu ki, o gəlib hidayət oldu, zamanəsinin ariflərinə çevrildi. O da nədir? Bir nəfər gəlir Füzeyl İbni İyyazın dəstəsinin yanına. Gəlir onların yanına, görür ki, Füzeylin adamları yemək yeyirlər. Gəlir, deyir ki, mənə sizin böyünüz, axsaqqalınız lazımdır, Füzeyl lazımdır. Deyir, Füzeyl yoxdur, içərdədir. Deyir, niyə sizlə oturub yemək yemir? Deyir, oruç tutur. Oruç tutduğuna görə bizlə yemək yemir. Deyir, içərdə nə edir ki? Deyir, namaz qılır. Füzeyl, quldur bir şəxs. İnsanları narahat edən bir şəxs. Namaz qılır, oruç tutur. Maraqlı gəlir buna. Deyir, icazə verin ki, mən sizin böyünüzlə görüşüm, Füzeyllə görüşüm. İcazə verirlər, daxil olur Füzeylin yanına. Diqqət edin siz Allah. Çox xahiş edirəm, diqqət edin. Daxil olur onun yanına, Füzeyllə biraz söhbət edir. Sonra ona sual verir. Deyir ki, sən quldur adamsan. Sən oğurluq edirsən, oğursan sən. Sən öz dəstəndən cəmaatı qorxuzursan. Namaz, oruç, bu nə deməkdir? Yəni, sənin əməlinlə namaz, oruç bir-birinə zidd deyil. Buradan namaz qılırsan, oruç tutursan, amma ki, gəlib quldurluq edirsən, oğurluq edirsən. Bunlar necə üst-üstə düşə bilər? Təqribən tarixdə belə deyirlər ki, biraz sükut edir Füzeyl, düşünür və Quran ayəsi deyir. Və çox əla bir ayədir bu, digər ayələr kimi. Ayə nədir? Tövbə surəsinin 102-ci ayəsində. Füzeyl bu ayəni həmin o şəxsə deyir. Ayə belədir. Və axəruna i'tərəfu bizunubihim xalatu amələ salihən və axərə seyyiən asallah ən yətubə aleyhim innəllahə qafurun rəhim. Ayə belədir ki, Allah deyir, bir dəstə insanlar da var ki, onlar öz günahlarını etiraf edirlər.
yəni öz günahlarının fərqindədirlər. Yaxşı əməllə pis əməli qarışdırıblar bir-birinə. Hətta belə də tərcümə etmək olar. Onlar öz pis əməllərinin fərqindədirlər. Yəni fərqindədirlər ki, həm pis iş görür, həm də yaxşı iş görür. İki dənə işi bir-birinə qarışdırır. Həm pis iş görür, həm yaxşı. Bunun fərqindədirlər. Deyir, belə bir şəxsə Allah deyir, ümid var ki, Allah onların tövbəsini qəbul etsin. Allah bağışlayan, qafurdur, rəhimdir. Bu ayəni deyir, həmin adam sakit qalır və gedir. Yəni, bu ayədə nəyə çıxarış etmək olar? Fərqindəlik, insan fərqində olmalıdır. Bəli, bugün mən günah edirəm, bugün mən səhv edirəm, amma ən azı insan fərqində olmalıdır. Füzeyl ona görə gəlib zamanəsinin arifinə çevrildi ki, o günahının fərqindəydi. O başa düşürdü ki, mən düz iş görmürəm. Yaxşı işin yanında pis iş olmaz. Ya yaxşı ya da pis. Və salam. Qutardı, getdi. Başa düşürdü, əməlinin fərqindəydi ki, pis işlə yaxşı iş bir-birinə üst-üstə düşə bilməz. Bunu anlayırdı, fərqindəydi. İnsan yəni elə bir halda olmalıdır ki, günah da etsə fərqində olmalıdır. Başa düşməlidir ki, ilahi, mən bilirəm, baba, səmimi danışaq da Allahla. Deyək ki, ilahi, mən bilirəm, başa düşürəm günah edirəm. Mən bu günahla fəxr eləmirəm, səhv edirəm. Başa düşürəm ki, bu günah məni uçuruma aparacaq. Bunun fərqindəyəm. Amma nəfsimlə bacarmıram. Belə şəxsi Allah deyir, Asallah ən yətuma aleyhim. Allah onlara tövbə nəsib eləyər. Fərqində olduğuna görə. Allah da o qədər qüdrətlidir ki, çirkabın içərisində də olsan, görsə ki, nəfsinlə bacarmırsan, Allah deyər ki, səni xilas edəcəm. Sən ki, başa düşdün ki, günah etməklə səhv iş görürsən, bunu anladın, yəni etdiyin günahlara heç bir bəhanə etmədin. Mən bu günahı edirəm, məsələn, etməliydim filan işə görə, bəhanə gətirmədin, fərqində olduğunu başa düşdün, Allah deyir ki, başa düşürəm, sən nəfsinlə bacarmırsan, indi mən səni kömür edəcəm. Və and ola Allaha, tarixdə belə şəxslər gəlib hidayət olub. Belə şəxslər gəlib zamanəsinin arifinə çevrilir. Allah günahkar insanla da mehriban rəftar edir. Deyir, günahının fərqində ol, mənim rəhmətim sənə nazil olacaq. Günahkar insanla da mehriban rəftar edir. Allah istəyir ki, onu doğru yola çəksin. Övlad əgər pis yoldadırsa, onu o pis yoldan çəkindirmək üçün onun üstünə qışqıraq, onu məsələn danlayaq, onu vuraq, döyək, belə alınmır, övlad ondan çəkinməyir, uşaq ondan çəkinməyəcək, pis işdən ondan çəkinməyəcək. Onu çəkindirmək üçün ata gəlib ondan mehriban danışmalıdır. Öz rəhmət ağuşundan, sevgisindən qovmamalıdır. Belə övladlarda böyüyəndə, uşaqlar böyüyəndə gəlirlər sevgi dolu bir insana çevrilirlər. Allah bizlə bu cür rəftar edir. Deyir, günah etdin, bir dənə fərqində ol, mən səni xilas edəcəm. Bir dənə fərqində olmaq lazımdır. Yəni, günah etdin, etiraf elə. Lazım deyil, günahını don geyindirəsən, bəhanə eləyəsən, özü düz çıxardasan Allah qarşısında. İnsan özünü təftiş etməlidir. Allah insanla bu cür yanaşır. Bunu nə üçün gətirirəm? Allah insanla bu cür yanaşdığı halda doğru deyil ki, biz gələk insanların hansı bir səhvlərinə görə dərhal onu həyatımızdan silək. Kafir elan eləyək, fasik elan eləyək, Allah düşməni elan eləyək. Sən Allahın rəhmətini görmürsən, görmürsən Allah necə rəftar edir, Quranı oxumursan, ayəni oxumursan, bilmirsən bunu. Sən hansı haqla gəlib günah eləyən bir şəxsi ümidsizliyə salırsan. Sənin haqqın yoxdur. Allah insanla belə rəftar etmir, günahkarla belə rəftar etmir. Əksinə Allah kimi onunla mehriban rəftar et ki, o düzələ bilsin, səni o məhəbbət ağuşuna gələ bilsin. Təəssüf ki, biz düşünürük ki, insanların halına hakimik. Biz elə bilir ki, insanların halına hakimik.
Yəni, məsələn, tutaq ki, bir nəfər günah elədi, səhv edir, dərhal deyir ki, sən cəhənnəmliksən. Özümüzü cənnətlik hesab edirik. Tez hökm veririk insanların əməllərinə görə, zahiri əməllərinə görə tez hökm veririk. Halbuki sən onun halından bilmirsən o nə hal keçirir. Sən bilmirsən ki, o axırda necə olacaq. Hüseyn kimi bir şəxs gəlib axırda hidayət olur. Zamanəsinin arifinə çevrilir. Hər günah edəndə cəhənnəmlik deyə bilməzsən. Bəlkə bir gün o elə bir məqama gəlib çatacaq ki, sən isə əksinə geriyə gələcəksən. Nə bilirsən? Bəlkə o günahının fərqindədir Füzeyli kimi və Allahla onun başqa bir hesabı var. İnsanları onların günahlarına görə həyatımızdan silə bilmərik. Onları Allah düşməni elan edə bilmərik. Onlara izah etmək lazımdır ki, bəli, günah pisdir. Onun açıqlamasını vermək lazımdır. Nəyə görə pisdir, nəyə görə Allah bilir. İzahla, amma dərhal kiminsə üzərinə qışqıraq, onu təhqir eləyək, bu cür olmur. Tarix bizə göstərib ki, insanların zahiri hərəkətlərinə qiymət vermək olmaz. Bir dənə insanda sevgi olmalıdır. Bəzən də bilirsiniz nə olur, bunu da deyim. Bəzən gəlirlər, məsələn, kimsə dindən çıxır, dini tərk edir və başlayır Allah'ı inkar etməyə. Dini dəyərlərlə rişxənd eləməyə başlayır. Rişxənd edir. Özü dindən çıxır, dini tərk edib, indi istəyir ki, özünü aram eləsin, dini inkar etməklə, Allah'ı inkar etməklə boynundakı məsuliyyəti atır. Amma əslində Allah deyir ki, başa düşdüm, sən dini tərk etdin, məni qəbul et, rişxənd etmə, səmimi ol. Dinə hər zaman hörmətlə yanaş. Namaz qılmasan da dinə hörmətlə yanaşmaq lazımdır. Və belə insanlar gəlir, axırda yaxşı insana çevrilir. Gəlin, bir hadisədən də danışım sizə. Hamınız eşitmişsiniz, Əllamə Qazi Təbətəbai, böyük ariflərdən də, onun qəbri də Nəcəfdədir. Nəcəfdədir qəbri. Əllamə Qazi Təbətəbainin zamanından nəql edirlər. Onun barəsində danışmaya ehtiyac yoxdur. Hamı bilir ki, necə böyük bir əzəmətli şəxsiyyət oldu Əllamə Qazi Təbətəbai. Deyirlər ki, onun zamanəsində bir nəfər var idi. Səhv etmirəmsə adı Qasım idi. Səhv etmirəmsə Qasım idi. Deyirlər, Əllamə Qazi Təbətəbainin zamanəsində bir nəfər var idi. Günahla məşhur idi. Yəni, cəmiyyətdə orada günahla məşhur idi. Adam var, məsələn, hansısa bir işinə görə, yaxşı bir işinə görə məşhur olar. Bu da elə adam idi ki, günahı ilə məşhur idi. Yəni, onu günahı ilə tanıyırdılar. Məsələn, tutaq ki, Qasım, hansı Qasım, filan günah eləyən Qasım, yəni bu cür tanıyırdılar onu. Amma onun qəlbində incə bir şey var idi. O da nə idi? Böyüklərə, Allaha, dinə hörmət edirdi. Deyirdi, mən günaham, günahkaram, günah edirəm, o demək deyil, mən Allahı inkar etməliyəm, hörmətsizlik etməliyəm. Əllamə Qazi Təbətəbaiyə də böyük məhəbbəti var idi. Deyirdilər ki, günahkar olmasına baxmayaraq, oturar da Qazi Təbətəbainin qapısında, gözləyər ki, o çıxsın, geçsin, ona salam verirsin. Diqqətlə qulaq asın. Deyir, bir gün oturur Əllamənin qapısında, Əllamə qapıdan çıxır çölə, tez yaxınlaşır ona, salamlaşır. Əllamə Qazi Təbətəbai ona sual verir. Birdən ona sual verir ki, deyir, sən namaz qılmırsan? Deyir, mən hara, namaz hara? Mən günahla məşhur bir insan, namaz hara? Əllamə Qazi siz ona deyir. Deyir ki, sən bu gecə get bir dənə gecə namaz qıl. Bir dənə gecə namaz qıl. Gedir, üstündən bir neçə vaxt keçəndən sonra Əllamə Qazi Təbətəbai təzədən onu görür. Deyir, filan kəs, Qazi, nə oldu, neynədin? Qıldın gecə namazı. Deyir, ağa, başıma dönərəm, qurban olaram sənə. Mən gündəlik namazını qılmıram, vacib namazlarını qılmıram, sən mənə deyirsən, gecə namazı qıl. Gecə namazını qılanda gecədən mən yatıram, ya mən dura bilmərəm. Mən hələ vacib namazları qılmıram, sən mənə deyirsən, gecə namazı qıl. Əllamə Qazi ona deyir ki,
bir dənə sən bugün gecə namazına dur, mən sənə kömək edəcəm. Bir dənə bugün qıl. Gedir, Əllamənin nəfəsi deyir ona. Hörmət etdiyinə görə, Əllaməyə, böyüklərə hörmət etdiyinə, Allah dostuna hörmət etdiyinə görə onun nəfəsi deyir o şəxsə. Deyir, həmin o şəxs deyir, gecə oyandım, özümdən asılı olmadım. Gördüm ki, gecə mən oyanıram. Sanki kimsə məni durğuzdu. Heç vaxtda mən bu vaxtda durmazdım. Özümdən asılı olmadan gecə durdum. Gördüm, mənə qəribə bir hal gəlir. Qəribə bir hal yaşayıram. Deyir, durdum ayağa, bu otaqdan o otağa keçmək istəyəndə gözüm sataşdı suya, suyu gördüm. İndi halım başqa cür oldu. Lap qəribə bir hala girdim. Özümdən asılı olmadan getdim, dəstəmaz aldım, namaz qıldım və həmin şəxs də nəql edirlər ki, zamanəsinin mərifətli insanına çevrilir. Nədəndir? Ondandır ki, bu insanlar deyir, mən günahkaram, Allah qarşısında xəcalətliyəm, amma fərqindəyəm. Mən başqasının problemləri ilə, başqasının eybi ilə məşğul deyiləm, özümlə məşğulam. Allah övliyasına hörmətim var. Fərqindəlik insanı gətirir, bax bu hala gətirib çatdırır. Bu vəziyyətə gətirib çatdırır. Bu bilir ki, günahkarda dinlə işi yoxdur, hörmət edir dinlə. Bu bilirdi ki, günahkarda, amma dinlə işi yox idi. Bəzi insanlar ona görə hidayət olmayıb ki, onlar hələ başa düşmürlər ki, mən günah edirəm. Hələ fərqində deyirlər. Fərqində olmadıqlarına görə də ömürləri günahla keçir, bir ömür o cürdə yaşayır, günahla yaşayır və dünyasını dəyişir. Həzrət Əli əleyhissalam buyurur ki, mən əbsara aybə nəfsihi şuğlə an aybi qeyrihi. Bunu mən icazə verəm bir lor tərcümə edim və öz dilimizdə tərcümə edim. İndi burada sizə biraz səmimi danışaq, istəyirəm çox elmi bir şey danışmayayım. Həzrət Əli əleyhissalamın bu sözünü öz dilimizdə tərcümə edirəm də. Həzrət Əli deyir ki, mən əbsara aybə nəfsihi, deyir, kim öz eybini görsə, öz eybi ilə məşğul olsa, sözə baxın, şuğlə an aybi qeyrihi. Əslində mənası budur ki, başqasının eybi ilə məşğul olmaqdan əl çəkər, öz eybi ilə məşğul olsa. Yəni, Həzrət Əli əleyhissalam deyir ki, bunu demək istəyir ki, işinlə məşğul ol. Bizə demək istəyir ki, işinlə, tək-tək bizə demək istəyir ki, işinlə məşğul ol. Başqasının işin yoxdur. Sənin işin gücün yoxdur. Başqasının eybini tutasan, cəhənnəmli adını verəsən. Həzrət Əli deyir, işinlə məşğul ol. Bırax bu şeyləri. Öz eybinlə məşğul ol. Allahın rəhmətinin müqabilində mane olma. Sonsuz rəhmətinin müqabilində mane olma. İnsanları küstürmə Allahdan. Niyə insanları Allahdan küstürürsən? Niyə ancaq cəhənnəmdən danışaq? Var cəhənnəm. Qəbul edirik. Amma bir də rəhmətdən danışaq da. Məscid onun üçün deyil ki, biz insanları Allahdan uzaqlaşdıraq. Məscid onun üçündür ki, məsciddə Allahın rəhmətini göstərə bilək, təqdim edə bilək. Bir insan Allahın rəhmətini dərk etdikdə günah eləməz. Günahdan uzaqlaşar. O qədər Allahın rəhmətini görər, rəhmətinin nazil olmasını görər, eşidər, oxuyar, deyər ki, mən nə günah edirəm ki? Belə bir mərhəmətli, ərhəmər rahimin, rəhimlərin ən rəhimli olan Allahın müqabilində mən nə günah edirəm ki? Öz işimizlə məşğul olmalıyıq, öz eybimizlə məşğul olmalıyıq, günahımızın fərqində olmalıyıq. Mən rəhmə, ruhimə, hədisi deyir, kim rəhm etsə rəhm olunar ona.
Kim başqalarına rəhmət gözü ilə yanaşsa, başqalarının xətasından keçsə, yəni o bayaq dediyim məsələ, eybin axtarma onu. Rəhmətli davran, mərhəmətli davran. Kim bu cür rəftar etsə, Allah da ona rəhmət edir, ona rəhm eləyər. Dünən dediyim məsələ, tənzimlənmək məsələsi, hər şey Allahdan keçir və həm də insanlardan keçir. Allahın mənimlə problemi nədir? Allah mənlə nə zaman problem yaşayır? Allah deyir ki, bəndəmlə mehriban olacaqsan, bəndəmlə xoş rəftar olacaqsan. İstəyirsən ki, mənim razılığımı əldə edəsən, istəyirsən ki, mən sənə rəhm eləyim, başqalarına rəhm eləyim. Rəhmətli yanaş. Ona görə imam deyir, təəssüflər olsun xəcalət və rüsvaysılığından. Görürsünüz, imam burada öz eybini görür, öz eybini araşdırır. Hələ özündədir. İmam deyir ki, öz eybini araşdır, öz rüsvaysılığı, xəcalətini gör. Nə qədər xəcalətli olduğunu gör. Özünlə yəni məşğul ol. Öz eybinin fərqində ol. Bu məclis İmam Hüseyin məclisidir. Bu məclis böyük bir şəxsiyyətin məclisidir. Böyük bir şəxsiyyəti biz bu məclisdə anırıq. Burada günahkarı, günahsızı fərq eləmir. Bu məclisdə İmam Hüseyin hamını qəbul edir. Heç kim bir-birinə mane ola bilməz bu məclisdə, bu əzadarlıqda. Birimiz birimizin günahını görəndə mane olmamalıyıq. Bu məclisdə bir-birimizin xətasını unutmalıyıq. İmam Hüseyni hər kəsi öz məclisinə qəbul edir. Belə deyil, İmam Hüseynin bir dəstəsi var. Məsumlarda bir dəstəsində, məsələn, günahkar. Elə şey yox, hamını qəbul edir. Başqa dindən olanları da qəbul etdi İmam Hüseyin. Tarixdə bilirsiniz, Vəhhab, xristiyan idi. Demədi, sən müsəlman deyirsən. Yox, ona tərəf kim gəldi? Haqqa tərəf, kim haqqı axtarırsa, ona tərəf gələni İmam Hüseyin qəbul edir. İmam Hüseyin ümumi bəşəri bir dəyərdir. Bəli, bəşəri bir dəyərdir. İmam Hüseyin müsəlmanlara məxsus deyil. Bu səhv düşüncədir ki, İmam Hüseyin müsəlmanlar. İmam Hüseyin müsəlmanların deyil. İmam Hüseyin insanlığın da, insanlığın. İmam Hüseyin insansevər şəxsləridir. İmam Hüseyin hər kəsindir. İmam Hüseyinə təkcə müsəlmanlar təvəssül etmir. Başqa dində olanlar da təvəssül edə bilər. İmam Hüseyin ümumi bəşəri bir dəyərdir. Allah bizə onu təqdim edib. Allah bizə onu verib. Bu məclislərdə biz gəlirik, özümüzdə tövbə halı yaradırıq, fərqindəlik halı yaradırıq. Günahımızın fərqində olmaq üçün gəlmişik bura. Gəlmişik bu məclisdə, deyək ki, ya Əbə Abdullah, yorulmuşam, yorulmuşuq. Günah etməkdən yorulmuşuq, nəfsimizlə bazarırıq, bazara bilmirik. Ya Abdullah, eşitmişik ki, sənin üçün günahkar, günahsız fərq etmir, hamını qəbul edirsən. Mən də gəldim bu məclisə. Mənə bir nəzər elə. Ya Əbəl-Fəzl Abbas, bu həm də sənin məclisindir, bizə bir nəzər elə. Bir nəzərən olsun. Bir nəfər gəlir, İmam Sadiqə ya İmam Səccada sual verir ki, deyir, ağa, Salman Farsi üstündür, yoxsa Əbəl-Fəz üstündür? Sual verir ki, Salman Farsi üstündür, yoxsa Əbəl-Fəz üstündür? İmam görür nə cavab verir? Məclisimizlə əlaqəli bir şeydir bu. İmam deyir ki, Əbəl-Fəz kimə nəzər etsə, o dönər olar Salman Farsi. Əbəl-Fəz kimə nəzər etdi, o olacaq Salman Farsi. Demir, Salman Farsi üstündür, Əbəl-Fəz üstündür. Deyir, Əbəl-Fəz kimə nəzər etdi, o olacaq Salman Farsi. Yəni, ya Əbəl-Fəz Abbas,
Biz sənin əzadarlarını əzaz saxlamağa gəlmişik. Bir dənə sən bizə nəzər etsən, and ol Allaha, biz də bir arif olaraq, yaxşı bir insan olaraq, daha Allahın bəndəsi olaraq. Bir hadisəni demək istəyirəm, bu hadisə bir tərəfdən ümidsizlik kimi ola bilər, amma mən bunu ümidsizlik kimi danışmıram. Bunu siz nəyə görə danışıram? Bu hadisəni ona görə danışacağım. Bu hadisə, yəni son vəziyyətdə, baxın görün İmam Hüseyin insan necə xilas edir, son vəziyyətdə. Hər halı ilə İmam Hüseyin gəlir, insanları xilas edir. Bu bir tarixi hadisədir, onu bugünkü həyatımızda tətbiq edə bilərik. Tarixdə nəql edirlər, deyir, Ubeydullah ibn Hür Əl-Cufi adlı bir şəxs var idi. Ubeydullah ibn Hür. Kərbəla hadisəsi zamanı orada olub. Daha doğrusu Kərbəlanın özündə olmayıb, amma onun dövrü, o dövrdə yaşayıb. Bu şəxs, Ubeydullah ibn Hür, İmam Hüseyinə kömək etmədi. Köməyi dəymədi İmam Hüseyinə. Onun hekayəsi bizimlə ilə məşhurdur. Belə deyirlər onun hekayəsinə. İmkan olduğu halda Hüseynə kömək etməyənlərin azı bir simvolu kimidir onun hadisəsi. Hüseynə kömək etməyənlər. Deyir, İmam Küfəyə hərəkət edir. Züheysəm adlı bir yerdə İmam Hüseyin bu Ubeydullah ibn Hürlə qarşılaşır. Onunla qarşılaşır, İmam onu köməyə çağırır. Deyir, gəl bizə qoşul, bizə kömək et. Bizə dəstək ol. Hür ibni, daha doğrusu Ubeydullah ibn Hürrə. O belə deyir. Deyir, ya Abdullah, Küfədə sənə qarşı nə baş verəcəyini bilirəm. Bilirəm Küfədə nə baş verəcək, şəhid olacaqsan. Sizi öldürəcəklər. Amma mənim nəfsim ölmək istəmir. Mən ölmək istəmirəm. Deyir, ya Abdullah, mənim atım var, silahım var. İstəyirsən atımı verim, silahımı verim, onlardan istifadə et. Onları verim, onlardan istifadə et. Belə deyir. İmam biz nə deyir ona? İmam deyir ki, bizə nə sənin atın, nə sənin silahın lazım deyil. Bizə sənin özün lazımsan. Sən özünü istəyir. Mən sənin özünü istəyirəm. Əgər mənə kömək etmirsənsə, atın da, silahın da mənə lazım deyil. Deyir, Ubeydullah ibn Hür Əl-Cufi ömrünün o qədər peşman olur ki, İmam Hüseyin şəhid olandan sonra. O qədər peşman olur ki, İmam Hüseyin şəhid olur, onlara qoşulmur. Nədir ki, düşmənə qoşulmur, tərəfsiz qalır. Deyir, o qədər peşman olur ki, məşhur onun sözü var tarixdə, deyir, kaş Hüseynə kömək edərdim. İndi qiyamətdə mən Hüseynin anası Fatiməyə nə cavab verəcəm? İbn Ziyadın yanına gəlir. İbn Ziyad deyir ki, döyüşdən sonra, Kərbəla hadisəsindən sonra İbn Ziyad onu görür. İbn Ziyad deyir ki, sən haradaydın? Kimin dəstəsindeydin? Kərbəlada səni görmədim. Hüseynin dəstəsindeydin. Deyir, yox, mən Hüseynin dəstəsinə qoşulmamışdım. Nə də sizə qoşulmadım mən. Tərəfsiz idim. Hüseynə qoşulmadım ki, ya əsir olacaqdım, ya da şəhid olacaqdım. Bunu deyir, 200 gündən sonra, peşman olandan sonra, dediyim kimi, çox şiddətli şəkildə peşman olur, özünü danlayır, istirab keçirir. Deyirlər ki, bu şəxs, bəzi nəql edirlər ki, ondan sonra gedir İmam Hüseynin qəbrinin üzərinə bu şəxs. Və deyirlər ki, tarixdə əslində birinci İmam Hüseynin qəbrini ziyarət edən Ubeydullah ibn Hür Əl-Cufi olub.
Cabir ibn Abdullah olmayıb, bu olub deyirlər. O qədər peşman olur, bilmir neynəsin, baxar ki, Hüseyin yoxdur. Da getdi. Karvan yoxdur, getdi. Neynəsən mən? Səhv elədim. Mən Fatiməyə nə cavab verəsəm qiyamətdə? Deyəsəm, sənin oğlumu tərk etdim, kömək etmədim ona. Bu eşq karvanından mən uzaqda qaldım ki, vay mənim halıma. Gedir İmam Hüseynin məqbərəsini ziyarət edir. Onu ziyarət edəndən sonra tarixdə deyirlər ki, ondan sonra itir batırır, ondan heç bir xəbər gəlir. Tarixdə ondan sonra heç bir xəbər yoxdur. Nə baş verdi, neynədi, heç bir xəbər olmadı. Amma peşman oldu. Nə demək istəyirəm? Belə bir insanı da İmam Hüseyin çirkabdan çıxardır. Quyudan çıxarır, xilas edir. Yəni Kərbəla şəhidlər qədərində məqamı olmasa da, amma İmam Hüseyni ziyarət edənlərdən birincisi olur. Kömək edir İmam Hüseyin ona. Yenə də ona peşmanlığına görə tarixdə onun adı tövbəkar kimi məşhur olur. Çox böyük bir səhv elədi, çox böyük bir xəta elədi. Amma İmam Hüseyin böyük bir səhv eləyəndə xilas elədi. Yəni bunu özümüzə tətbiq edək də. Bəlkə də nə vaxtsa biz İmam Hüseyni tərk etmişik. Amma ona dönsək, yəni İmam deyir ki, hər zaman səni qəbul edəcəm. Ubeydullah ibn Hürr əl-Cavfini necə qəbul etdim? Sən də məni tərk etsən, qəbul edəcəm. Bir gün ola bilər məni tərk edərsən. Mənə tərəf gəlsən, günahkar da olsan, gəl mənə tərəf, mən səni qəbul edərsən. Amma İmam Hüseynin yaxın sirdaşı, İmam Hüseynin sevənlərindən biri də Həzrət Əbəlfəzl idi. Ki, onun yanaşmasına baxın, Həzrət Əbəlfəzl İmam Hüseynə bağlılığına baxın. Görün, o necə İmam Hüseynə sadiqdir, əhdinə vəfa edir. İmam Hüseyin onunla nəfəs alırdı. Mənsublar heç bir zaman deməzlər ki, ümidim kəsildi. Bu sözü deməzlər. Mənsublar bu söz deməz. Amma İmam Hüseyin bir yerdə dedi ki, ümidim kəsildi. Bilirsiniz, harada dedi? Həzrət Əbəlfəz su dalınıza gedəndə, uşaqlar su gətirirdi. Su dalınıza gedəndə onu yaralayanda onda deyirlər ki, qışqırdı, qardaş, qardaşını çağırır, Hüseyni çağırır. İmam deyir ki, bacısına, deyir, bacı, bu kimin səsidir? Bu Əbəlfəzdir, qardaşın Əbəlfəzdir. Deyir, qardaşım, Əbəlfəzdir, get gör nə deyir, nə olub, nə baş verir? Onda İmam Hüseyin dedi, Əl-an inkəsərəl zəhri, indi benim səndir. وَنْقَتَعَ رَجَائِ Ümidim kəsildi. Əvvəldə sən də getdinsə, mənim ümidim kəsildi. İki dənə aşiqin bir-birinə olan münasibətinə baxın. İmam Hüseyin Əbəlfəz bir-birinə olan sevgisinə baxın. Həzrət Əbəlfəzi yaralayıblar, başına əmudla vurublar, başından qan axır, bir gözünə tökülür, gözü tutulub. Bir gözünə də ox vurublar, kör olub. İndi gəlib qollarını qələb ediblər, yıxılıb yerə. İmam Hüseyin tez qaça-qaça gəlir. Qaça-qaça gedir qardaşı Əbəlfəzə kömək etməyə. Ravi deyir ki, gördüm ki, Hüseyin qaçır qardaşın tərəfə, gördüm 2 dəfə yıxıldı. Birinci dəfə yıxıldı, ikinci dəfə yıxılanda yaxınlaşdım, baxdım, gördüm, sən demək yıxılmırdı. Əyilib qardaşı Əbəlfəzin qollarını götürüb, öpüb gözləri üzərinə qoyurdu. Çatdı qardaşının yanına, Əbəlfəz görmür, gözü qanla dolub, oxdur gözü, gözündə ox var. Səs eşidir, deyir ki, kimdi gələn? Kimdi? İmam Hüseyin onu yoxlayır. Deyir, sənə kim lazımdır? Kimi istəyirsən? Deyir, bilmirəm kimsən, amma xahiş edirəm ki, məni öldürmə. Ona görə yox ki, mən qorxuram. Ona görə ki, icazə edib bir nəfər var, onu gözləyirəm. O gəlsin, sonuncu dəfə onu qoxuluyum, onu öpüm. Ondan sonra məni şəhid edəm. Ondan sonra məni öldür.
Deyir, kimi gözləyirsən ki sən? Deyir, qardaşım Hüseyni. Onda İmam Hüseyin deyir, Əxi, ənə əxud, qardaş, mənəm, qardaşım Hüseyindir, mənəm. Bunu da deyim, yekunlaşdırıram. Xanım Ümmülbəninin oğlu Əbəlfəzə yaş saxlamağı, onu xatırlamağı adamı yandırır. Biz harada yandırır? Deyir, Kərbəla əsrləri gəlib, şəhərə gəldilər. Xanım Ümmülbənin Zeynəbin yanında oğlundan danışmazdı. Oğullarından danışmazdı ki, xəzalətli olmasın. Amma deyir, gecə çıxardı çölə. Zeynəb də görür, onu istəyir. Deyir, gecə çıxardı çölə, danışardı oğlu Əbəlfəzlə. Deyərlər ki, balam, oğlum, sən şəhid oldun Kərbəlada, mən orada yox idim. Mən səni görmədim. Balam, eşitmişəm ki, sənin əllərini qələm etdilər, qolunu kəsdilər. Balam, eşitmişəm ki, sənə ox vuranda atdan düşdün yerə, olmadı qollarını, əlvi yerə qoyasan, üz üstə düşdün mənim balam, üz üstə düşdün. Onda xanım Zeynəb arxadan dinləyir, deyir ki, Ümmülbənin narahat olma, oğlun Əbəlfəz atdan yerə düşəndə anam Fatıma onu öz ağışına aldı. Əlavə lənətullah lənət olmasın. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Əbəlfəz demədim nəhri gedib xeymələrə döndərəsən. Əbəlfəz demədim nəhri gedib xeymələrə döndərəsən. Ya ki bir məşq sual, bir gözü ki qol verəsən, o xacan gəl çoxudur, məşqi atardın yerəsən. Olmasaydı surəy bir belə çırpınmazdı. Əbəlfəz olmasaydı ürək bir belə çırpınmazdı. Nə o qollar kəsilərdi, nə benim sınmazdı qardaş. Nə o qollar gəzilərdi, nə benim sınmazdı. Göz yaşlarını saxlama, utanma, ağlamaq. İmam Hüseyin ağlayırsan Allah, tutsun əlindən ağladır. Ah, Əbəlfəz demədim nəhri gedib xeymələrə döndərəsən. Ya ki bir məşq suya bir göz iki qol verəsən. O xatan gəl çoxudur, məşqi atardın yerəsən. Olmasaydı su ürək bir belə çırpınmazdı. Nə qollar kəsilərdi, nə benim sınmazdı. Gördüyüm Hüseyin Əbəlfəzin belə dəmbədəm alnından öpür. Gözün qabağına gətir o mənzərəni, o halı. Dediyim Hüseyin deyir, yazırlar bir İmam Hüseyin gördün Əbəlfəz dağını qaldırır, qoyur dizi üstünə dəmbədəm alnından öpür. Gözündən öpür, sağ gözündən öpür, sol gözündən öpür. Ah, istədi əlini alsın, əlindən öpsün qardaş, əlim hardadır, kəsdi düşmən əlimi, kəsdi düşmən əlimi. Döndü imamın öpdüyə əllər qanə boyadı, qanə boyadı.
Hüseyin can ben yoruldum, gel ağa oxlandı gözler. Su camiyede kızlar ağlayırlar seni sesler. Ayaman ayaman, attan düşende yaralı sakal, geldi Bəğidən Hazreti Zəhra. Otur aşağı ya, birazdan inşallah aramla. Allah, attan düşende yaralı sakal, geldi Bəğidən Hazreti Zəhra. Başım dil xəstə, aldı diz üstə, dedi can bana, ey dil şikəstə. Laylaya Bəlfəz, laylaya Bəlfəz, laylay, laylaya Bəlfəz. Xanım Zəhranın dilindən laylay deyə Bəlfəzə, laylay. Ay maşallah. Laylaya Bəlfəz, laylaya Bəlfəz, laylaya Bəlfəz. Bir də səs ver qurban. Laylaya Bəlfəz, laylaya Bəlfəz. Ay maşallah. Laylaya Bəlfəz, maşallah. Attan düşende yaralı sakal, geldi Bəğidən Hazreti Zəhra. Başım dil xəstə, aldı diz üstə, dedi can bana, ey dil şikəstə. De lay 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 laya Bəlfəz, lay laya Bəlfəz, lay laya Bəlfəz. Bir də səs və qurban. Lay laya Bəlfəz, ay maşallah. Lay laya Bəlfəz, Bəlfəz. Ey canı canan, səqqayı ətşan, qanlı gözüvə Hüseynin qurban. Tökülür eşkün, Halid-i məşkün, hoşnuma gel, olma perişan. Ucadan laylaya Bəlfəz, ay başıma donanım. Laylaya Bəlfəz, ay ay ay, laylaya Bəlfəz. Uca denena laylaya, ay maşallah. Laylaya Bəlfəz. Ay serve bostan, yaveri destan, düşen qoluma ağlar Nəxlistan. Sinə dağlama, ağa ağlama, solmaz sarılmaz qanlı Gülüstan. Lay lay denə, lay lay, ay maşallah. Lay lay, uza. Laylaya Bəlfəz, hərəmində necə deyərsən? Laylaya Bəlfəz, laylaya Bəlfəz, laylaya Bəlfəz, laylaya Bəlfəz. Qəlbim dincələr, göz
meşkeler tire negamın üreylerdeler gülüm darıkma səbriden çıkma indi çağırram Hüseyin'in gel ucadan lay 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 ehtiram imam zaman ayağa lay lay belfez maşallah şuarı dayandırma uca lay lay belfez böyle müsbət istirablar, müsbətcə durun belə bir-birinizdən, sağ tərəf, sol tərəf. La ilahe belfəz gözəl, la ilahe ay maşallah la ilahe belfəz bir də la ilahe Əli qaldır ucadan La ilahe belfəz Qoydum yaşlısın La ilahe belfəz Belfəz La ilahe belfəz La ilahe belfəz Yaralı Zeynəbünəm yarınəm Dur yaralı Zeynəbünəm yarınəm Hər gecə gündüz mən əzadarınəm Hər gecə gündüz mən əzadarınəm Gəldim Hüseyin baydiyəm Əsğərə lay lay necə Gəldim Hüseyin baydiyəm Əsğərə lay Tələsmə məndən bir də Gəldim Hüseyin baydiyəm Əsğərə lay lay deyəm Gəldim Hüseyin baydiyəm Əsğərə lay bir də ucadan Gəldim Hüseyin baydiyəm Əsgərə lay lay deyəm Ey səsimə səs verənim aç gözün Ey səsimə səs verənim aç gözün Yusifimin pirəhənim aç gözün Şəhidim ey bir kəfənim aç gözün Mən sənə mehman təmizəm varınəm Öldüyə bəlfəzdün ələmdarınəm Gəldim Hüseyin baydiyəm Əsgərə lay lay deyəm Gəldim Hüseyin baydiyəm Əsgərə lay ucadan bir də Gəldim Hüseyin baydiyəm Əsgərə lay lay aman aman nehri felakin suyu heyran akır Eşkin nabin o bir el-an akır Dur yüreğimden bacımdan akır Dur yüreğimden bacımdan akır Dur su verip gemli əzadarınəm Öldü əbəl fəzdün ələmdarınəm Gəldim Hüseyin baydiyəm Əsgərə lay lay uca Gəldim Hüseyin baydiyəm Əsgərə lay lay bir də gəldim Hüseyin baydiyəm Əsgərə lay lay uca Gəldim Hüseyin baydiyəm Əsgərə lay lay deyəm Mən başıma qavlə salan Zeynəbəm Allah Mən başıma qavlə salan Zeynəbəm Köynə yönəllərdən alan Zeynəbəm Mən bu bəlada qocalan Zeynəbəm Həm qocalıb həm ucalan Zeynəbəm Ölüb əbəl fəslun ələmdarınəm Ölüb əbəl fəslun ələmdar Gəldim Hüseyin baydiyəm Əsgərə lay ucadan Gəldim Hüseyin baydiyəm Əsgərə lay lay bir də gəldim Hüseyin baydiyəm Əsgərə lay lay deyəm Mən bu çölün aşıqı şeydasıyam Aç qolları ver Hadi
Ben bu çölün aşığı şeydasıyım. Zeynep adım gah gemen nasıyım. Kerbubelanın koca zehrasıyım. Ben sana mehman hem zevvarınım. Hırdiye belfeznün elemdarınım. Geldim Hüseyin var. Amanın səsidir. Baxıram elə adamlar oxu edirəm. Kəsqələ layla uca gəldim Hüseyin. Bir də gəldim Hüseyin vay deyəm. Lay deyəm gəldim Hüseyin vay deyəm. Ey səsimə səs verənim aç gözüm. Yusifi bibirənim aç gözüm. Şəhidim ey bir kəfənim aç gözüm. Mən sənə Əbəlfər, Ələmdar, Cidadar, Vəfadar, Dəryayı Kərəm, Səddayı Hərəm, Dəryayı Kərəm, Qollar qələm, Cidadar, Eşqüvə qurban, Eşqüvə qurban, Eşqüvə qurban. Şəhidim ey bir kəfənim aç gözüm. Şəhidim ey bir kəfənim aç gözüm. Mən sənə mehman həm zəffarınəm. Gəldim Hüseyin vay deyəm. Uca gəldim Hüseyin vay deyəm. Bir də gəldim Hüseyin vay deyəm. Bir də gəldim Hüseyin vay deyəm. Boyanıp qana namaz üstəmisin. Can verir suzi qodaz üstəmisin. Boyanıp qana namaz üstəmisin. Can verir razı niyaz üstəmisin. Ya Hüseyin can, ya Hüseyin can. Hay hay ya Hüseyin can, ya Hüseyin can. Bir de ya Hüseyin can, ya Hüseyin can. Hüseyin can boyanıp qana namaz üstəmisin. Can verir olsun niyaz üstəmisin. Boyanıp qana namaz üstəmisin. Can verir razı niyaz üstəmisin. Qədrigahı, səcdəgahı, Hüseyin qədrigahı, səcdəgahı. Ya Hüseyin can, ya Hüseyin can. Bir de Hüseyin can təngə məşğul idi Sultan-ı Hicaz. Bu təmamə gəlib ol məhrəm iraz. Dedi olmuş ağacan vaxtı namaz. Ona səs verdi ya üstə Hüseyin. Dedi Allah səni məcur eləsin. Əhli təkbir ilə məhşur eləsin. Döndü ta qəhrigəhi tur eləsin. Fəxr edir musiyə raz üstə Hüseyin. Boyanıb qana namaz üstə Hüseyin. Ya Hüseyin can, ya Hüseyin can. Bir de ya Hüseyin can, ya. Arada elvi dincə qaldır. Ya bu ləbbey Hüseyin deməkdir. Ya beyyət əlindi sənin. Ya hamı qaldırsın əlin. Ya şablar da qaldırır. Ha bir de ya Hüseyin can, ya Hüseyin can. Bir de ya Hüseyin can, ya Hüseyin can. Qamətin bağladı təkbirə imam. Ona mavzə verdi ərşəhli salam. Qamətin bağladı təkbirə imam. Ona mavzə verdi ərşəhli salam. Dövrədən atdılar oxsundu qiyam. Yıxılıb suzi qidam üstə Hüseyin. Can verir razı niyam üstə Hüseyin. Dövrədən atdılar oxsundu qiyam. Yıxılıb suzi qidam üstə Hüseyin. Can verir qana namaz üstə Hüseyin. Boyanıb qana namaz üstə Hüseyin. Ya Hüseyin can, ya Hüseyin can, ya Hüseyin can, ya Hüseyin can. Bir de ya Hüseyin can. Ay maşallah. Ya Hüseyin can.
Fatıma oğlunu yormaz yaralar, görse kanlı yüzünü gül saralar. Katilin başı bedenden aralar, öper oltiği boğaz üstlensin. Ey Xuda Fatıme'nin oğludur bu, can verir teşne akır çöllere su. Naz eder xəncərə təşkil qədən o, ağladır ərşi bu naz üstə Hüseyin. Boyanıb qanə namaz üstə Hüseyin. Ya Hüseyin can, ya Hüseyin can, bir de ya Hüseyin can, ya Hüseyin can. Maşallah ya Hüseyin can, ya Hüseyin can, ya Hüseyin can. Aç, yandır ismim yandır ya Hüseyin can, ya Hüseyin can. Boyanıb qanə namaz üstə Hüseyin, can verir razı niyaz üstə Hüseyin. Boyanıb qanə namaz üstə Hüseyin, can verir razı niyaz üstə Hüseyin. Hüseyin, Hüseyin, Hüseyin var, Hüseyin, Hüseyin, Hüseyin var, Hüseyin, Hüseyin, Hüseyin var, Hüseyin, Hüseyin, Hüseyin var. Ey ələmi qanə batan Hüseyin, Hüseyin, Hüseyin var. Ey ələmi qanə batan Hüseyin, Hüseyin, Hüseyin var. Yatma bir yuxudan oyan Hüseyin, Hüseyin, Hüseyin var. Fərat kənarında yatan Hüseyin, Hüseyin, Hüseyin var. Ey Zeynəbi əsir olan Hüseyin, Hüseyin, Hüseyin var. Ey Qasimi toysuz ölən Hüseyin, Hüseyin, Hüseyin var. Ey Əkbəri heydomrana Hüseyin, Hüseyin, Hüseyin var. Rüqəyyəsi əsir olan Hüseyin, Hüseyin, Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Lebbeyk ya Hüseyin, Lebbeyk ya Hüseyin, Lebbeyk ya Hüseyin, Lebbeyk ya Əbəlfər, nə qədər əhli bina var, Hüseyin ölməyib ölməz. Nə qədər əhli bina var, Hüseyin ölməyib ölməz. Bu fanidə bəqa var, Hüseyin ölməyib ölməz. Şəhadətdə səfa var, Hüseyin ölməyib ölməz. Əlbəttə Hüseyin ölməyib ölməz ucadan deyəsən. Nə qədər əhli bina var, Hüseyin ölməyib ölməz. Nə qədər əhli bina var, Hüseyin ölməyib ölməz. Şəhadətdə səfa var, Hüseyin ölməyib ölməz. Ta ki kərb و bəla var, Hüseyin ölməyib ölməz. Məhərrəm və rəza var, Hüseyin ölməyib ölməz. Vah Hüseyin vah, Hüseyin vah, Hüseyin vah, Hüseyin vah, uca vay Hüseyin. Nə qədər əhli bina var, Hüseyin ölməyib ölməz. Nə qədər əhli bina var, Hüseyin ölməyib ölməz. Fanidə bəqa var, Hüseyin ölməyib ölməz. Ki ta kərb و bəla var, Hüseyin ölməyib ölməz. Kərbəlada səfa var, Hüseyin ölməyib ölməz. Vay Hüseyin vay, Hüseyin vay, Hüseyin vay, Hüseyin. Ya Hüseyin vay, Hüseyin vay. Sinə vur Hüseynin adı zində, Yazidin adı yoxdur. Hüseynsiz olan il həyatın adı yoxdur. Qəsəm heç nəhi eşqin belə ustadı yoxdur. Hüseyni ata hər kim, onun heç adı yoxdur. Demə sözləri ya var, Hüseyin ölməyib ölməz. Nə qədər əhli bina var, Hüseyin ölməyib ölməz. Kita kərb و bəla var, Hüseyin ölməyib ölməz. Kərbəlada səfa var, Hüseyin ölməyib ölməz. Muradətdə səfa var, Hüseyin ölməyib ölməz. Hüseyni məhəbbət, Hüseyin kafi kəramət, Hüseyin eyni ibadət, Hüseyin şah-ı şəhadət, Hüseyin eyni iradət, Hüseyin həqqi ədalət, Hüseyin həqqi həqiqət, Hüseyin məni qeyrət, Hüseyin etmədi beyyət, Hüseyin etmədi beyyət. Ona qurbi əla var, Hüseyin ölməyib ölməz. Ta ki kərb و bəla var, Hüseyin ölməyib ölməz. Kərbəlada səfa var, Hüseyin ölməyib ölməz. Ya Hüseyin vah, Hüseyin, ya Hüseyin vah, Hüseyin. Ya Hüseyin vah, Hüseyin, ya Hüseyin vah, Hüseyin. Əziz Zəhra Hüseyin, ya Hüseyin vah, Hüseyin. Ya Hüseyin vah, Hüseyin, ya Hüseyin vah, Hüseyin. Hüseyin qaid
Hüseyin'in kapısında Ulan İsa ve Meryem Hüseyin yerde yıkıldı Vurup göylere perçem Denen tabu garavan Hüseyin Denen tabu garavan Hüseyin ki ta Kerbela var Kerbela'da sefa var Ölmeyi bölmez Vay Hüseyin vay Hüseyin Aziz-i Zehra Hüseyin Vay Hüseyin vay Hüseyin Şavmi Kerbela Hüseyin Aziz-i Zehra Hüseyin Hansı güruhun belə Mevlası var Hansı güruhun belə Mevlası var Secdeye baş koysa temaşası var Çekse kılınç göylere ehsası var Ümmetin Muhammed Mustafa'sı var Hansı güruhun belə Mevlası var Kerbela'nın Zeynep-i Kübrası var Aşıkların Hasan Müçtebası var Bir gün gelir zuhreder ağası var Hansı güruhun belə Mevlası var Yaralarsın da kardeş Yaralarsın da kardeş Gülü gül sitana benzer Gülü gül sitana benzer Ağar ev benim de zülfüm Ağar ev benim de zülfüm Çemeni xezana benzer Çemeni xezana benzer Hüseyin'im ağam 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 En güzel mersiyedir Hüseyin'im ağam ağam Elin mamsın yolunda yolsun Hüseyin'im ağam ağam Mücadelem sen Hüseyin'im ağam Bir de Hüseyin'im ağam ağam Hüseyin'im ağam ağam Hüseyin'im sen uşağını öperdin Sen uşağını öperdin Yüreğin baban Muhammed Yüreğin baban Muhammed Bu yere değerli bir gün Beyecek yalan şerler Görürem gayib keçip oh Sorasan zülümdü xənzər Bu yara baba Muhammed Dediği nişana benzer Dediği nişana benzer Hüseyin'im ağam 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 Hüseyin'im Çəki bunu xatirə qalsın en gözəl mən ağam 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 Hüseyin'im ağam ağası ağam 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 Hüseyin'im ağam 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 Hüseyin'im ağam 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 Hüseyin'im balaca kızım Rüqeyyə Balaca kızım Rüqeyyə O aziz nazidanə Dolanıbdı ad düşümdə Yüreği dönübdü qanə Üzünə dəyibdi silli Üzünə dəyibdi silli Başım üstə taziyanə Saralıb solubdu
رنگی سال زفرانه بنزر چمن خزانه بنزر گریبم آقا ماشاءالله گریبم گریبم آقام ابوالفضل آقام kesilmiş yerlerinden, o kesilmiş yerlerinden Hamıya himayetin var, hamıya himayetin var Yıkılanların tutarsa elvi sakabetin var, elvi sakabetin var Sen özün vezir şersen, nece gör ki geyretin var Nece gör ki geyretin Əvvəlfəz, əvvəlfəz Ay ağam, 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 ağam Əvvəlfəz, ay, 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 ağam Əvvəlfəz, əvvəlfəz Ne dal var, niyetin var, qəlbi apar Əvvəlfəz Kəlmədən söylədi, ağam Sizə edirəm bir vəsiyyət Kəfənə buna kər düşəndə Sizə edirəm bir vəsiyyət Kəfənə buna kər düşəndə Elə ki məzarə qoydular Bədənimə torpaq dökəndə Bədənimə torpaq dökəndə Əvvəl oxuyun susuz ağanın rozəsini Eşidirmisən vay səsini Eşidirmisən vay səsini Bir az kəfənə qoyun ağamın türbətini Yanınıza salın qürbətini Yanınıza salın qürbətini Hüseyin vay uca Hüseyin vay vay Hüseyin vay uca Hüseyin Vay başıma qara şal bağlıyım Kəfənə baxım qəlbi dağlıyım Başıma qara şal bağlıyım Kəfənə baxım dil dağlıyım Kəfəni olan köhnə nəsir Yaralı Hüseynə ağlıyım Yaralı Hüseynə ağlıyım Əlba bu gecə mənə olan mehman gələcək Yanıma nəbət can gələcək Yanıma nəbət can gələcək Tək qoymayacaq Bilirəm əmən gün deməli Başıma çəkər əllərini Başıma çəkər əllərini Hüseyin vay Hüseyin Vay 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 Ay maşallah Hüseyin Vay vay
ürəyim hey nəvaya Başa çatıb ömrüm əzaya Gəlib ürəyim hey nəvaya Kəfənim içində döndərür Mənim üzümü Kərbəlaya Mənim üzümü Kərbəlaya Qəbrim daşına yazasız Hüseyin ağlayanı Ağamın ürək dağlayanı Ağamın ürək dağlayanı Qəbrimdə dəmə qərib ağama ağlayanam Ağama əza sıxlayanam Ağama əza nə deyər orada Vay vay Hüseyin vay 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 Dayanma Mən oxuyacam sən dayanma Esselamu aleyke ya Ebu Abdillah Ay susuz ağa Geri dönen ağa Vay vay sen vay 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 sen vay 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 sen vay 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 sen Vay vay sen Vay vay sen Sen vay Derdime derman Hüseyin 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 İstemişler benden okuya bugün Düzdür tekrar mərsidir ama bunu bugün okuyacağız Dərdimizin dermanı ağanı çağıracaq Dərdime derman Hüseyin 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 Can sana kurban Hüseyin 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 Tələsmə Dərdime derman Hüseyin 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 Can sana kurban Hüseyin 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 Sen olmuşam heyran Hüseyin 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 Sen olmuşam heyran Hüseyin 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 Çıxanda canım Hüseyin Bir dəqiqə lütf edəsən Bir ömür səsləmişəm Sən də mənə baş çəkəsən Ölən zamanda ağa Gözlərim qalar qapıda O qədər gözləyərəm Başım üstə sən gələsən Dərdimə dərman Hüseyin Hüseyin Can sənə qurban Can sənə qurban Hüseyin Hüseyin Olmuşam heyran Olmuşam heyran Hüseyin 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 Bir də olmuşam heyran Hüseyin 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 Kimin Hüseyin kimi aləmdə İzzəti var idi Cəlal-i mənziləti şan və şöfqəti var idi Hüseyin qarəsini buraxma Hüseyin ağadır Hüseyinə ağlamağın ayrı ləzzəti var idi Hüseyin bayrağını buraxma Hüseyin ağadır Hüseynə ağlamağın ayrı ləzzəti necə var Dərdimə dərman Hüseyin 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 Can sənə qurban Hüseyin 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 Bir də dərdimə Hüseyin 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 Can sənə qurban Yorulursan ucadan olmuşam heyran Mən kim bırakmışsın Əli qaldır Olmuşam Əli Hüseyin Hüseyin Ya Hüseyin əvləli və saği konser yaraşan Kəsilən əlləli və pərçəmi məşkən yaraşan Demirəm qoy ayağım gözlərimin üstə ağam Ayağın altına baş koymağa əklər yaraşan Nərə vardır sinəmin üstə qoyan şimrəyəmin O gözəl sinəyə valla əli əsər yaraşan Mən kiməm mənnətiyəm adıma nokər deyələr Mən kiməm mənnətiyəm adıma nokər deyələr Sən kimi şaha əvəl fəs kimi nokər yaraşar Sən kimi şaha əvəl fəs kimi nokər yaraşar Dərdimə dərman ucaq Hüseyin 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 Can sənə qurban Hüseyin 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 olmuşam heyran Hüseyin Hüseyin Hüseyin
حسين حسين يا مولا حسين وزيف الله ها حسين يا مولا حسين يا مولا يا مولا نفس vereyim demene حسين نفس vereyim demene شفاعت ما تمنه شفاعت ما تمنه فخر دلم ازادارم شرفت مو غم منه حسین حسین جانم حسین 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 son دفعه یوراتیم علی یاقی حسین یا Hüseyin ya Allah Hüseyin ya Allah Hüseyin ya Allah Hüseyin ya Allah aşıkınam vefalıyam aşıkınam vefalıyam ne kimiyam ne bağlıyam ne kimiyam sana ben hele Kerbela'lıyam Hüseyin Hüseyin Şah Hüseyin 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 Şah Hüseyin ya Mevla Hüseyin ya Mevla Hüseyin ya Mevla Hüseyin ya Mevla Hüseyin Ali'den okuyalım. Lebbeyke ya Ali Cevze lebbeyke ya Ali Kavmi saadetli Ali zikri ibadetli Ali 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 Kavmi saadetli Ali zikri ibadetli Ali 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 aldı məni məst edir borc həlavətli Ali 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 Qəlbi günah olsa məgər sahili rəhmətli Ali Ali Fatimənin dilbəridir Canı risalətli Ali Xanki dəri qəmbəriyəm Nokərinin nokəriyə Özümüzdür Cəfəriyə Amma Heydəriyəm, Heydəriyəm, Heydəriyəm Heydəriyəm, Heydəriyəm Heydəriyəm Fatih meydandı Ali Rəsmidə tufandı Ali Ali, Ali, Ali Ali Fatih meydandı Ali Rəsmidə tufandı Ali Ali sahibi bir andı Ali eşkidə tufandı Ali 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 reddi qəbuli əməli hər kəsə mizandı Ali 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 məsti cəmi konsəriyə Bandesinə müştəriyə Heydəriyəm, 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 Heydəriyəm Heydəriyəm, Heydəriyəm, Heydəriyəm Savcı Heydəriyəm, Heydəriyəm, Heydəriyəm Heydəriyəm, Heydəriyəm, Heydəriyəm Düşmənin canın alanda səsdir ələm var Ali Ali, 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 Ali Ali düşmənin canın alanda səsdir ələm var Ali Ali
سید سالار علی حیدر کنار علی سید سالار علی حیدر کنار علی علی خاک در گنبریم نوکرین حیدریم جاجا حیدریم دوام لوزان حیدریم bu ayda gələysənin Əli qaldırırsan ya Əbəl Abbas deyərsən sonunda sadacaq mən deyəndə belə bütün ürəyimlə qaldırarsan ya Abbas deyərsən Hak tərəfdən ya Zeydina Həqqə tərəfsə çox Çün rüqəyyən susamışdı bir yudum su belə yox O gözəl gözlərin endi məşqinə Dəyməsin o Haram olsun bizə zəmzəmdə denən ya Abbas Bəxtidir mahi Muharrəmdə denən Gəl əgər mən deyirəm sən də denən Bu ayda gərək sənin gülməsin üzün aşıq Təbəssüm elə ama gülmə, qəmail vaxtı Bu ayda gərək sənin gülməsin üzün aşıq Ya Hüseyin ya Əbəlfəz olsun sözün aşıq Qəlbü və qəmd olsun ağlasın gözün aşıq Gəl əgər mən deyirəm sən də denən ya Abbas Vəqtidir mahi Muharrəmdə denən Ya Abbas Çün əgər mən deyirəm sən də denən Ya Abbas Vəqtidir mahi Muharrəmdə denən Hüseynim vay, Hüseynim vay Ey bir kəfən Hüseynim vay Yaralı bədən Hüseynim vay Susuz ölən Hüseynim vay Yaraların axar qanı Eder günnar meydanı Bacım qurban başın hani Görəm az yorulmuşsan, bir dənə Kərbəlaya gedənlər satıcı vaxtımız var, bir dənə Kərbələdən oxuyalım. Bağışda. Salavat eşəliyəm, lazım. Ey olan türbəti, hər mərizə dəva, var yeri gəl fəxr edəsən beyti xudaya. O olan mərqədi, asitanı xuda, izzətinə fərşi olan şanı vəfaya. Sən də Hüseyin ibn Ali can verib əçan, ta Zəonam qönçələri soldu susuzdan Kərbəla, 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 ya sarəllah Kərbəla, 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 ya sarəllah Bir də Kərbəla, 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 ya sarəllah Kərbəla, Kərbəla, ya sarəllah Bir güzel var orada, adı Beynül Hərəm Orada yatıbdır yaranı şahid aləm Var müqabilində bir səfali hərəm Ey ağam Əbbas yatan yer sənə qurban Gül bədəni qana batan yer sənə qurban Hey ağam Əbbas yatan yer sənə qurban Necə? Kərbəla, 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 sarəllah Kərbəla, Kərbəla
perişan, Leyli yedir kebab, kalbi yanmış rübab, etli her gün eliyir aşık giryan. İndi de Leyla diyerek ben balam eyvay, İndi rübab diyerek esmer balam eyvay. Kerbela, 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 ya Sarallah, Kerbela. Kaş bugün bu demde olaydım Kerbela'da. Kaş bugün bu demde. Kaş bugün bu demde. Hoş etirli haremde olaydım Ekber'in doğrananda. Esgər'in oxlananda. Qeymələrin yananda. Zeynep əsir olanda. Səkinə əsir olanda. Əbəlfəz doğrananda. Onlar qələm olanda. Suyun məşki axanda. Oxlu gözlə baxanda. Kaş bugün bu dəmdə Hüseyin sənin yerində Aynan Kərbelalı Hər kim eşqəhlidir bu məclisdə bir fikr eləsin Ali Peyğəmbərə, Əhl-i Beytə salavat zikr eləsin